Amma penalti oxşuyur. Bəli, təyin edildi. Bunu gözləyirdin. Elçin Məhsiyev VAR-a baxdıqdan sonra həmin epizodu penalti kimi dəyərləndirdi. Qurban Qurbanov da deyəsən xüsusi monitorda, planşetdə epizodun təkrarına baxır. Qarabağ tərəfi deyəsən verilən bu qərardan razı deyil. Qurban Qurbanov epizoda çox kəskin reaksiya verdi. Penalti təyin edilib. Felipe Santos topun yanındadır və Felipe yenə də Qarabağla görüşdə qol vura bilər. İşarə verilir. Çempionatın son oyununda qol vurmuşdu. Felipe Santos yaxınlaşır. Santos və 1-0. Araz Naxçıvan bu görüşdə hesabı açır. Felipe Santos yenə də Qarabağa qarşı oyunda qol vurur. Demişdim, bugün Felipe yəqin ki daha xüsusi istəkli olur.